Herkese yeni günden salamlar. İstediğim güne yeni vlog çekerek başlayayım. Hava da çok güzeldi, bana motivasyon oldu. Şimdi yemeğimizi yiyeceğiz, sonra da gideceğiz parka gezmeye. Bunları da her zaman götürürüm özümden Raul için. Çünkü parktan qayıtdığımız zaman Raul mızıldanır, yəni qayıtmaq istəmir. Ona görə də belə atıştırmalıqlar götürürüm ki, bunlardan başına qayıtım. Raul da xoruz kimi səhər tezdən duran kimi bütün qonşuları oyadır. Və dünən axşamdan artıq səhər yeməğimizi hazır etmişdim. Məndən qabaq gəlib girir soyuducuya. Axşamdan mannamızı hazırlamışdım, yəni gecədən. Belə. Biz mannanı çox nadir yeyirik, çünki mənim də təzyiq problemim var. Körpələrə də çox məsləhət görünmür. Uşaqların xaladenik sevdası nədir başa düşə bilmirəm də. Sizdə də belədir. Açan kimi qaça-qaça gəlir. Nə götürdün? Bağlaya bilərik. Bəsindir də, onu götürdüm, bəsdir. Açma ha. Raul'un yemeğini de istedim. Gedim indi onu yedirim. Sonra da hazırlaşaq çıxmalı. Raul biraz yuxulu idi deyə düşündüm ki, indi onunla çölə çıxsaq, çöldə heç özünü yaxşı aparmayacaq. Ona görə onu yatırtdım. Yoldaşımın yanında qoydum və özüm hazırlaşdım marketə getməyə. Düşündüm, həm tək getsəm daha da rahat alış-veriş edərəm. Və bu günəş kremini də mütləq istifadə edirəm. Münasib qiymətlər arasında məncə bunu sınamağa dəyər. Marketten alacağımı aldım. Şimdi gedirəm ki, soğan almağa, limon və dolma üçün göyərti. Qollarım qopdu, inanırsınız. Əslində özümü çox yükləməyəcəkdim, çünki birazdan yoldaşımla bir yerdə gəzintiyə çıxacağıq Raul'la. Dedim, qaydanda da qalanlarını alarıq, amma elə oldu ki, bir çoxsunu almalı oldum. İndi burada soyuducuya qoyulmalı olanları soyuducuya qoyacağım.
sonra gezmeye gidip gelip həll eləyərəm hər şeyi. Və göyərti aldım çünki düşündüm bugün yarpaq dolması eləyim. Ona görə də keşniş, süt, sarımsaq, soğan və nanə götürdüm. Təzə ət də almışam. İndi bunları soğuducuya qoyum tez. Hələ ki Raul yatır bu arada. Bu ədəd ciyər, daha doğrusu 1 kilo ciyər götürdüm. 2 ədəd də kilo. Bunları hələlik qoyun. Burada istəmən qatıq. İstiyortları götürdüm. Bunlar da pis olmuyorlar. Yəni istiyortunu artıq almaq düşünmədim. Ona görə bunları bunları götürəm. Və ətə ilə belə də qoyacağım. Bir də belə bir kalbasa götürdüm toyuqları aldığım yerdən. Həm qoxusu çox xoşuma gəldi, həm də dadlı olacağını düşündüm və də yumuşaqdılar. İstifadə müddəti 1 aydır. Adətən istifadə müddəti qısa olanlar daha məsləhətli görülür. Ona görə götürdüm ki, bunda dadına baxaq. Bunu da hələlik bura qoyacağım. Və qatıq. Buraya içində banan götürmüşəm, amma və limon dolmaya. Bananı da mən balkonda saxlayıram. Bananı balkonda saxlayanda həm daha uzun ömürlü olur, həm də yəni bir növ yetişmiş olur. Raul atasını oyatmaqla məşğuldur. Döndür məni parka apar. Göyərtilərimi də təmizlədim, qoydum. Parkdan gələndə artıq yuyun və qoyun ki, suyu süzülsün. Raul atası ilə düşdülər. Mən də çayı termosumuza süzüm. Çıxaram.
Raul. İci. Gel buraya. Güveçlərimi təmizlədim, soğanlarımı yoldaşım təmizlədi və əti təmizlədim. Bir də buzluqda quyruğum olduğu yadıma düşdü. Ondan da biraz əlavə elədim. Bilmirəm, az olar ya çox olar. İndi bunlar suyu süzülsün. Gedim Raulun pampersini dəyişim. Bəlkə yatırlaram onu da. Ondan sonra qaldığımız yerdən davam edəcəm. Raul yuxudan oyandı. Hələlik ona alma verdim.
O almasını yeyənə kimi mən əti çəkim. Ondan sonra da yeməyini isidəcəm, verəcəm yesin. Şu əti çəkdim. Bir hissəsini bura ayıracağım. Qalan hissələrini də paketə qoyacağım buzluğa. Onları eləyənə kimi də Raulun yeməyini qoyuyorum, isinsin. Bir də istəyirəm ki, sizə buzluğumdakı bəzi ideyaları göstərim. Bəlkə sizin də xoşunuza gələr. Məsəl üçün, bu bayramdan qalma aşın qarası idi. Artıq qalıb, ona görə qoydum bura. Burada tomatlarım var. Baxın, belə kub eləmişəm və buzluğa atmışam. Çünki bizdə tomat çox istifadə olunmadığı üçün xarab ola bilir. Daha sonra burada belə bir şey var. Bunu bayaq sizə göstərdim. Soğandır. Təmizləyirəm, blenderdən keçirdirəm və biraz yağda üyüdürəm. Daha doğrusu yağda qovururam və hər gün soğan soymağa ehtiyac qalmır. Burada isə yenə həmin qəliblərdə düzəltdiyim toyuq bulyonlarıdır. Burada tort üçün kremdir. Bilinçik tortu üçün kremdir. Daha sonra noxudlardır, sarımsaqdır. Baxın, belə bir qab var. Bunun içində eləyirəm, buzladıram. Ondan sonra silikon olduğu üçün rahatlıqla çıxır. Və burada da qarın var. Bir dəfə də qarın qutabı eləyərəm. Onda da videoya mütləq çəkəcəm. Bir də burada yuxarıda bulyonlardır. Özümün hazırladığım bulyonlardır. Bunlar qatı formasındadır. Yəni toyuğu, kökü, soğanı, bir də deyəsən biber qatmışdım. Onları blenderdən keçirtdim. Qalan suyunu isə belə stakanlara doldurdum. Bunları da yeməklərə qatıram. Və geriyə qaldı sadəcə bu qabları yumaq. Bir də dolmanı bükəcəm. Amma bu qabları yuduqdan sonra biraz dincələrəm. Axşam tərəfi də dolmanı bükərəm. Əsas zaten ət çəkən maşının hissələri idi. Onları tez yudum ki, yağlı qalmasınlar. Geri qalan işləri isə indi Raulun yeməyini yedirəcəm. Ondan sonra da həll eləyəcəm. Bir də bayaq göyərtim çox oldu, ona görə azaltdım. Burada da düyü əlavə elədim. Göyərtilərdir, ətdir. Göyərtilərdən keşniş, şüt, nanə, göy soğan, göy sarımsaq idi. Bir də soğan ətin özündə də var. Ona görə göy soğanını az elədim. Bir də qalır bura duz istiot əlavə eləmək. Bir də yorumlarda digər dolma videolarının yorumlarına baxmışam. Çox insan ona
1-2 xörək qaşığı qatıq qatır ki, ətin kəfi xörəyə qarışmasın. Ona görə düşünürəm ki, mən də bura 1 xörək qaşığı və yaxud yarım xörək qaşığı qataram. Görüm hələ yaxşı üsuldurmu, yəni həqiqətən də elə alınacaqmı, yoxsa yox. Yarpaqları artıq bükməyə başlamışam, amma necə bükdüyümü çəkə bilməyəcəm, çünki telefonumun yaddaşı dolub. Amma ümumilikdə göstərsəm belədir. Biraz iri-iri bükürəm. Bakıda olması kimi bükmürəm. Zaten elə xoşlamıram mən, xırda-xırda xoşlamıram, iri-iri xoşlayıram. Həm də mənim belim ağrıyır çox ayaq üstə qalanda. Ona görə dedim, yaxşısı elə tez bazar yekə-yekə büküm, bitsin. Bir də son halını göstərəcəm. Dediyim kimi telefonun yaddaşı dolub, ona görə də necə bükdüyümü çəkə bilməyəcəm. Amma bir əlindən bilmirəm, çəkə bilərəm. Ştativi qoya bilmirəm. Raulun qorxusundan Raul gəlir, onu aşırdır yerə, sındırmağa çalışır ona görə. Baxın, belə bu formada, yəni burasını düzəltsəm. Bir əlindən bükdüm bu formada. Bu arada yarpaqlarım da o qədər gözəldir. İncə-incə, tüksüz. Çox ləzzətli yarpaqlardır.